Salamünaleyküm. Vüsal yenə mən haqda danışır. Ay səviyyəsiz, ay şərəfsiz. Dedin axı, Rüfət söhbəti mənlidir, özünüz bilərsiniz. Siz mənə söymüsünüz. Sizlə görüşəcəm. Niyə görüşmüsünüz? Sən bura gələ bilmədin, amma mən ora gələ bildim. Niyə qoymusan gəlim, görüşmüsün? Ay müharibə başlayacaq. Ay nə bilim belə, ay pasportum yoxdur elə. Neyse bu belə. Sonra da deyirsən ki, çıx sonra da danışsan ki, bu Varaskoy gözdən salmaq istəyir. Mossad belə getdi, Maston elə gəldi. Mən bu casusluk temasından, onun sınavından, onun imtahanından keçmişəm. Onu da biləsən. Yəni sən mənim belə şərriyib burada tutturmaq istəyirsən, onu bacarmazsın. Gah mənlə danışırsan, Rüfət söhbətin mənə aidiyyəti yoxdur. Gah da çıxıb orada elə danışsın. Deyirsən ki, Rüfət söhbətin mənə aidiyyəti yoxdur. Sən mənə söymüsən, onu öyle cavab verirsən. Tamamdır, mən hazıram. Söymüşəm, əcəb eləmişəm. Mən söyməmişəm, sən söydürmüsən. Mən quma gələ bilmirəm. Yervidlə gəlim. Gəlməsəm, dinən ki, Tural yalan danışdı, gəlmədi. Yəni sən get öz götürüşünlə vur. Sən indi kimi görüşməmsən, görüşdən qaçmısan. Sən öz nə olduğunu bilmirsən. Sən bilmirsən ki, sən Varovskoysan, bilmirsən dindarsan. Amma bilirəm ki, Astara üz qarasısan. Astarada çox gözəl oğlanlar, çox gözəl insanlar var. Burada Astaranda salamlayıram. Hər yerdə pis çıxır, meşə taqqaltısı olmur. Sən namaz qılan da olsun, sənin vicdanın yoxdur. Mən namaz qılan olmasam da mənim vicdanım, şərəfim var. Heç kimə şər atmıram, həqiqəti danışıram. Bu özlərin yeki aparanlar, belə orada-burada reklam özlərini eləyənlər, hamısı qorxaqdır, hamısı yalancıdır. Hamısı deyəndə bu mənim kimlə söhbətim düşüb, onları nəzərdə tutub danışıram. Bunlar hamısı qorxaq, hamısı yalancıdır. Bunların da vaxtı gələcək, bunlar sıçan deşiyindən çıxılacaq, bunlara subut eləyəcəm. Mən sonuna kimi gedəcəm, bu söhbətin nöqtəsini qoyacağım. Amma bu söhbətin nöqtəsini qoyan vaxtda, ondan sonra da, yəni nə qədər vaxt keçəcək bilmirəm, 2 ay, 3 ay, amma noyabrda çox şey olacaq. Sən yenə də o vaxta kimi mənim qabıma çıxa bilməyəcəksən. Yenə deyirəm, əgər mənim adımı çəksən, məndən danışsan, gözləmədiyin zamanda, gözləmədiyin anda qum şəhərində sənin qabağıma çıxarım. Səni kimlərə güvəndiyi, səni kimlərə qorulduğunu hamısını bilirəm. Sən əmniyyətin ifadat ittilatının sukassan, bildin?